Salam dəyərli abituriyentlər və sabah imtahanı olacaq şagirdlər. Bu gün sizlərə sabah imtahanında necə ardıcıllıqla, hansı yollarla yazmalı olduğunuzla bağlı taktiklər verəcəm və indidən deyim ki, bu gün özünüzü eee, qaydalara, nə bilim, testlərə bağlı tutmağa ehtiyac yoxdur. Çünki son gündür və yorula bilərsiniz. Maks saat 3-ə, yəni ən uzağı 4-ə kimi nəsə oxuyursunuzsa, yəni vərəqləməli, belə deyim, mövzular varsa onlara baxın. Mən demişdim ki, hər biriniz qeyd dəftər tutsanız, yəni yaxşı olar ki, son anlarda mən sınağa gedəndə də, imtahana gedəndə də həmişə özümlə bir qeyd dəftərimi aparırdım və ən az bildiyim, həmişə qarışdırdığım mövzuları təkrarlayırdım son dəfə və o təkrar, o son 1 saatda, 2 saatda olan təkrar mənə çox kömək eləyirdi imtahanda. Yəni işimə yarayırdı. Siz də çalışın ki, elə bir dəftəriniz varsa, yəni onu təkrarlayın. Əgər yoxdursa da, onsuz hələ ki 9-cu sinifsiz, 10, 11-də bunlar lazım olacaq. Həm sınağa gedərkən, həm də ki 11-in imtahanında belə bir dəftər mütləq tutun. Yəni baxmalı olduğunuz bütün mövzulara təbii ki, bir neçə saat ərzində baxa bilməzsiniz. Ən çətin bildiyiniz, ən çox qarışdırdığınız, sizə ən çətin gələn yəni mövzuya baxın və vaxtı çalışın, düzgün bölün. Əsas məsələ 11-ci siniflərdə gördüyünüz kimi testin asanlığı, çətinliyi deyil. Yəni zaten 9-cu siniflər kifayət qədər rahat olur. Hər 3 zonada. Ola bilər ki, bir az fərqlər ola bilər zonalar arasında, amma ümumiyyətlə bərabərlik qorunur. Və deyərdim ki, deməli, çalışın vaxtı düzgün bölün. Çünki vaxt çatdırmasanız, yəni və yaxud da bir ilişdiyiniz sual olsa, digər asan suallara da belə deyim, yetişə bilməzsiniz və bütün balınız o ilişdiyiniz sualın üzərində qalacaq. Ona görə də biraz imtahanda açıqgözlü olun. Düzdür, o stresslə başa düşürəm. Yəni stressin olmağı da çox normal bir şeydir, amma idarə edilə bilən stress olduqda, yəni onu öz xeyrinizə idarə eləyə bildikdə hər şey əla olacaq və deməli, bir suala başladınız, gördünüz bilmirsiniz ilk sualdan, ilk suallardan. Çalışın ən yaxşı bildiyiniz fəndən başlayın. Çünki insan yaza bildikdə özündə motivasiya yaranır ki, mən bacardım da, ən azından əlimdə olan müəyyən bir balım var. Və mənə görə öz fənnimdir deyə demirəm, amma mənə görə ən rahatı arasında ingilis dili olur. Hər uşağa görə dəyişə bilər təbii ki bu, amma sizə görə ən rahat hansıdırsa, ondan başlayın və bildiyim qədərilə ilk sual elə listening sualı olur və ona görə də listeningə birinci fokuslanın. Orda sizə nəzarətçi onsuz xəbərdarlıq eləyəcək. 4 suala fokuslanın. Orda true false suallarında da fikir verin. Not varsa, xəbərimiz təsdiq, daha doğrusu inkardadırsa, onunla veribsə, mən bunu sınaqlarda da deyirdim. Bunlara diqqət eləyin. Çünki bunlarla insanı çaşdıra bilir, inkar verir, biz təsdiq eşidirik. Amma cümləni eyni verir, amma inkarda verir. Biz təsdiq eşidirik, amma inkarda olduğunu nəzərə almırıq və səhvimiz çıxır, yəni balımız burdan gedir. Yəni xırda səhvlər eləməməyə diqqət eləyin. Mövzunu bilməməyinizdə bir problem yoxdur. Onsuz da 9-cu sinifsiz, 10-11-də öyrənəcəksiniz. Amma çalışın ki, bildiyiniz şeyi səhv eləməyin. Yəni insana ən çox təsir eləyən də o bildiyini yaza bilməməyidir. Short tekstlər ən rahat bölmə deyərdim. Yəni cavab balaca bir mətnin içərisində olur. Daha sonra 2 dənə 3 ardıcıl mətn, daha sonra yenə readingi oxumaqdan yəni sıxılsaz, deyərdim ki, keçin birinci daha dərhal, yəni qrammatika suallarına. Qrammatikada ilişdiniz, qayıdın readingə. Readingi tamamlayın. Daha sonra qrammatikadan son yaza bilmədiklərinizin yəni qərarını verin də hansı variantı seçəcəm və çalışın ki, mən deyərdim bir-bir kodlaşdırmayın. Çünki sürüşdürmə eləyə bilərsiniz. Tutalım ki, 3-ü yazmamısınız, keçmisiniz 4-ə. 4-ün cavabında çaşıb 3-ə yazacaqsınız və kodlaşdıranda da maksimum diqqətli olun. Düzdür, bu 9-cu siniflər üçün bir sınaq kimi imtahandır. Yəni əgər kollecə vermək kimi bir fikriniz yoxdursa, amma yenə də sizin üçün
11-ci sinifin göstəricisidir də, yəni diaqnozudur ki, 11-ci sinifdə necə bal yığa bilərəm. Əlbəttə ki, çalışsaz 30, 40, hətta 100 bal belə artığını yığan insanlar var. Və yenə də bu imtahandan yığacağınız nəticə sizin üçün motivasiya olacaq. Esseye gəldikdə isə çalışın esse şəklinə əsasən yazın, yəni ayrı mövzuda yazmayın. Cümlələriniz düz olsa da mövzuya əsasən diqqət eləyirlər. Mövzunu əhatə eləməsə bal verilməyəcək. Daha sonra çalışın zamanlara diqqət eləyin, zaman zərflərinə baxın. Yəni ən çox çətinliyiniz hardasa ona diqqət eləyin. Yəni çaşdığınız yerlərə diqqət eləyin və Azərbaycan dili düşünürəm ki, ən çox vaxt alandır. Son illərdə, yəni Azərbaycan dili mətni uşaqların çox vaxtını alır. Hətta 2 saat Azərbaycan dilinə vaxt ayırıb riyaziyyata 10 dəqiqə, nə bilim, ingilisinə 15 dəqiqə vaxt ayıran uşaqlar var. Çalışın bu səhvləri eləməyin, vaxt bölgüsünü düzgün aparın və imtahana girəndə həyəcanlanmayın. Yəni dünyanın sonu deyil, 11-ci sinif olsanız belə sonu deyil və heç bir, belə deyim, lazım olan sənədlərinizi unutmayın. İndidən yığın, hazır qoyun. Çünki onun da stresi, yəni sizin nəticənizə təsir eləyəcək. Ümid edirəm hər şey yaxşı olacaq. Sağ olun.